Salam, axşamınız xeyir olsun. 20 iyul 2026-cı il tarixidir. Yay fəslinin 30-cu günüdür. Səfər ayının 6-cı günüdür. Səfər ayının ilk həftəsinin ilk birinci bazar ertəsi günüdür. Həm bu birinci günümüz, həm də bu həftəmiz can sağlıqlı, sülh əmin-amanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili keçmiş olsun. Bununla yanaşı 20 iyulda arxasınca gedənlər, eləcə də iş yerlərində, ofislərində işləri ilə məşğul olanlar, evdə ev işləri ilə, evdarlıqları ilə məşğul olanlara can sağlığı, sülh əmin-amanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili, dinc, ulaqlı, xoş xəbərlərlə zəngin olan birinci günü və həftəsini keçirməyini arzulayıram. 20 yıl günündə təhsili ilə məşğul olan hər bir şəxsə, məktəblilərə, orta ixtisas, ali məktəb tələbələrinə, digər təhsili ilə məşğul olan hər bir şəxsə can sağlıqlı, sülh əmin-amanlıqlı, firavanlıqlı, zehin açıqlığı, yol açıqlığı olan birinci günü keçirmələrini, eləcə də bir həftə keçirmələrini arzulayıram. Qarşılarına qoyduqları hədəflərə, məqsədlərə çataraq həm Azərbaycan Respublikası üçün, həm bütün dünya üçün faydalı, əhəmiyyətli kadrlar kimi yetişmələrini arzulayıram. Müəllimlərin işə qəbulu, sertifikasiya imtahanının uğurla başa çatdırıb müsahibə mərhələsinə hazırlaşanlara can sağlığı, zehin açıqlığı, yol açıqlığı, müsahibə mərhələsində də uğurlar əldə etmələrini arzulayıram. Uğur əldə etməyənlərə isə can sağlığı, ruhdan düşməmək və hədəflərinə doğru istiqamətlənərək gedərək yenidən imtahanlara qoşulmalarını və gözəl nəticələr əldə etmələrini arzulayıram. 20 iyul günündə kimlərin rəhmətə gedəni var, Allahdan rəhmət diləyirəm. Qalanlara can sağlığı, səbir diləyirəm. 20 iyul günündə kimlər anılır, xatırlanır, yad edilir. Ruhları şad olsun, hər birini gözəl, xoş xatirələrlə anmağı, yad etməyi, xatırlamağı hər birimizə arzularım. 20 iyul günündə kimlərin xəstələri var, can sağlığı, şəfa diləyirəm. Bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bütün şəhid ailələrini, qazi ailələrini, əskər ailələrini, Azərbaycan ordusunu salamlayıram. Can sağlıqlı, sülh əmin-amanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili, dinc, qulaqlı, gözəl xəbərlərlə zəngin olan birinci günü, eləcə də bir həftə keçirmələrini arzulayıram. 20 iyul günündə kimlərin ad günü, şad günü, xoş günüdür. Hər birini bu münasibətlə təbrik edirəm. 20 iyul günündə də tarixi hadisələr baş vermişdi. Təkrar olaraq qeyd edim ki, 20 iyul günündə baş verən tarixi hadisələr bunlardır. 20 iyul 1871-ci ildə Britaniya Kolumbiyası Kanadaya daxil olduğu gündür. 20 iyul 1903-cü ildə Ford Motor şirkəti ilk avtomobilini hazırladığı gündür. 20 iyul 1933-cü ildə Londonda 500 min insanın iştirakı ilə antisemitizmə qarşı yürüyüş keçirildiyi gündür. 20 iyul 1944-cü ildə Hitlerə qarşı hazırlanmış Valikriya sui-qəsdi uğursuzluqla nəticələndiyi gündür. 20 iyul 1949-cu ildə İsrail ilə Suriya arasında baş verən 19 aylıq müharibə müvəqqəti sülh razılaşması ilə başa çatdığı gündür. Bununla yanaşı 20 iyul 1969-cu ildə Apollon 11 kosmik gəmisi Aya uğurlu eniş etdiyi gündür. 20 iyul 2006-cı ildə isə demək Efiopiya qüvvələri Somaliya ərazisinə daxil olduqları gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.